İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti özəlləşdirmə paylarının çeklər yenidən dövriyyəyə qəbul olunacağı ilə bağlı iddialara aydınlıq gətirib. Yeni Sabah məlumat verir ki, qurumun aparat rəhbəri Kamran Uluxanov bununla bağlı müraciəti cavablandırıb. O qeyd edib ki, çeklərin yenidən dövriyyəyə qəbul olunması mümkün deyil. Aparat rəhbərinin cavabından məlum olur ki, bir qrup vətəndaş məsələ ilə bağlı kollektiv şəkildə Milli Məclisə müraciət ünvanlayıb. Qanunverici orqan da müraciəti araşdırılıb cavab verilməsi üçün əmlak məsələləri dövlət xidmətinə göndərib. Kamran Uluxanovun cavab məktubundan məlum olur ki, təmsil etdiyi qurumda dövlət özəlləşdirmə çeklərinin dəyərinin ödənilməsi ilə bağlı kollektiv müraciətə baxılıb, çeklərin dəyərinin ödənilməsi ilə bağlı Milli Məclisdən daxil olmuş kollektiv müraciətə İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətində baxılıb. Bununla əlaqədar qeyd edirik ki, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun 12-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlətə vəsait kimi təqdim edilən çeklərin və xarici təqdim edilən opsiyonların tədavüldən çıxarılması qaydaları dövlət proqramı ilə tənzimlənir. Prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramının 1.5-ci bəndinə əsasən dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti 2002-ci ilin yanvar ayının 1-nədək müəyyən olunub. Daha sonra dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti Azərbaycan Prezidentinin 11.10.2001-ci il tarixli 587 nömrəli fərmanı ilə 2004-cü ilin yanvarın 1-nədək, 11.06.2004-cü il tarixli 75 nömrəli fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-nədək, 13.11.2007-ci il tarixli 649 nömrəli fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-nədək, 23.12.2009-cu il tarixli 202 nömrəli fərmanı ilə 2011-ci ilin yanvar ayının 1-nədək 5 dəfə uzadılıb və özəlləşdirmə paylarının tədavidə saxlanılması son istifadə müddəti 01.01.2011-ci il tarixində qüvvədən düşüb. Aparat rəhbəri onu da xatırladıb ki, məsələyə məhkəmə müstəvisində də baxılıb və iddia təmin olunmayıb.